Salam, mən Banu Əlibəyli. Kaspi Liseyinin 2024-cü il məzunuyam və hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğu üzrə oxuyuram. Liseydə oxuduğum müddətdə əksər tədbirlərdə aparıcı kimi, eləcə də müxtəlif obrazlarda çıxış edərək səhnə təcrübəmi artırmışam. Aktyorluq sənəti mənim üçün sadəcə bir ixtisas deyil, uşaqlıqdan gələn bir arzu və məqsəddir. Bu tədbirlər səhnəyə olan marağımı və öz inanımı gücləndiribdi. İlk peşəkar səhnə təcrübəm Azərbaycan Teatr Xadimləri İttifaqında ana obrazını olmuşdu. Bu çıxışım mənim üçün çox önəmli bir mərhələ idi. Bu təcrübə sayəsində ilk səhnə həyəcanını yaşadım. Komanda işinin nə qədər önəmli olduğunu anladım və teatr mühitini daha yaxından başa düşdüm. Və ən əsası, aktyor sənəti ilə bağlı yeni biliklər əldə etdim. Hazırda universitetdə təkcə təhsil baxımından deyil, həm də öz yaradıcılıq baxımından maksimum aktiv olmağa çalışıram və gələcəkdə məqsədim peşəkar aktris olmaqdır. Sonunda qeyd etmək istəyərdim ki, Kaspi Liseyi peşə seçimimdə həmişə mənim yanımda olub, dəstək göstərib və motivasiya edib. Buna görə də Kaspi Liseyinə və müəllimlərimə təşəkkür edirəm. Uğur hekayəm Kaspi ilə başlasın.